Esselamu aleykum. Və aleykum selam. Elşad Miri deyir ki, məzhəblər firqələrə bölünməkdir. Quran-Kərim isə deyir ki, firqələrə bölünməyin. Buna necə cavab verərsiniz? Çox sadə. Linki də göndərirəm. Bəli, link də göndərilib. Debatdan bir hissədir. Çox bəsit. Qardaşlar, Elşad Miri nələri inkar edirsə, onun yerinə çıxış yolu gətirmir. Yəni o nəyə etiraz edirsə, etirazlarını ona yönləndirin, öz etirazlarını. Cavab verə bilməyəcək. Məsəl üçün, izləyək, indi görəcəyik. Baxaq Elşad Miri nə deyir? Allah Quran-Kərimdə Ali İmran surəsinin 103-cü ayəsində deyir ki: "Və təsmu bihablillahi cəmiyan və la təfərraqu." Bəli, Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki: "Va'tasimu bihablillahi cəmiyan və la təfərraqu." Elşad Miri isə bu ayəni elə oxuyur, elə bil ərəbcə yox, Çincə oxuyur. Bu ayədən məna başa düşülmür. Yəni onun oxuduğu tərzdən məna başa düşülmür. Onu da izləyənlər, Quran-Kərimi oxuya bilməyənlər gəlirlər rəylərdə yazırlar ki, ən doğru oxuyan Elşad Miridir. Hara oxuya bilir? Bilmir, oxuya bilmir. Görək nə deyir, davam edək. Hamılıqla Allahın ipindən yapışın və firqələrə bölünməyin. Yəni məzhəblərə bölünməyin. Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki, hamılıqla Allahın ipinə yapışın. Yəni hamınız bərabər Allahın ipindən yapışın. Firqələrə bölünməyin. Açıqlama verir. Yəni məzhəblərə bölünməyin. Sən niyə Allah Azza və Cəllə adına danışırsan? Yəni Allah Quran-Kərimdə məzhəblərə bölünməyin deyibmi? Deməyib. Firqələrə bölünməyin deyib. Yəni batil firqələrə bölünməyin. Sən niyə məzhəb deyə açıqlama verirsən? Allah Azza və Cəllə istəsəydi bunu deyə bilməzdimi? Deyə bilərdi. Biz hələ mətləbə gəlməmişik. İndi mətləbə gəlirik. Bu gün bölünürüksə, deməli ki, biz özümüzü Qurana zidd aparırıq. İkinci bir məsələ. Quran-Kərimin Bəli, əgər bölünürüksə, demək ki, biz özümüzü Quran-Kərimə zidd aparırıq. Deyək ki, yaxşı Elşad, sənin görüşünü alaq. Deyirsən ki, firqələrə bölünməmək lazımdır. Qəbul etdim. Deyirsən ki, məzhəblər firqələrə bölünməkdir. Qəbul etdim. Deyirsən ki, sənin dediklərin doğrudur. Qəbul etdim. Gedirəm sənin dediklərinin arxasınca. Sən nə deyirsənsə odur. Yaxşı, digər məzhəbləri kənara buraxdıq. Amma mən otururam, düşünürəm və uzaqdan bir ümmətə baxıram. Görürəm ki, deyək ki, məzhəblər də firqələrə bölünməkdir, digər şeylər də firqələrə bölünməkdir. Görürəm ki, İslam ümmətində 10-dan, 20-dən, 30-dan, hətta 100-dən çox firqələr var. Bunların hamısını kənara atdım və sənə tabe oldum. Amma baxıram ki, mən digər firqələri kənara buraxmaqla sənin qurduğun başqa bir firqəyə tabe olmuş oluram. Axı bu da firqələrə bölünməkdir. Digərləri necə fikir ayrılığına görə firqələrə bölünmüşdülərsə, sən də fikir ayrılığına görə firqələrə bölünmüş oldun. Və sən deyirdin ki, Allah Azza və Cəllə Quran-Kərimdə deyir firqələrə bölünməyin. Amma sən yeni bir firqə yarattın, yeni bir firqə ortaya çıxartdın. Sənin dediyini 1400 il içərisində kimsə deməyib. Bu isə yeni bir firqədir. Sən Quran-Kərimə tərs davrandın axı. Gətirdiyin ayə sənin əleyhinədir, sənin lehinə deyil. Yəni kimsə sənə tabe olursa, firqələrə bölünməkdən qurtulmuş olmur. Əksinə, son dövrdə yeni bir firqə ortaya çıxarmış olur və ayənin də dediyi sənsən və sənə tabe olanlardır. Ayənin dediyi sənsən və sənə tabe olanlardır. Bu qədər bəsit. Allah Azza və Cəllə Quran-Kərimdə deyir ki, firqələrə bölünməyin. Sənsə deyirsən ki, məzhəblər firqələrə bölünməkdir. Sənə tabe oluruq, sənsə yeni bir firqə çıxartmış olursan. Sənin etməli olduğun şey nə idi? İndiyə qədər var olanlardan birisini seçib ona tabe olmaq idi, elə deyilmi? Çünki sən yeni görüşlər ortaya attınca firqələrə bölünmüş olursan. Bu qədər bəsitdir, qardaşlar. Yəni kim deyirsə firqələrə bölünməyin ayəsi bizim üçün dəlildir. Özləri firqələrə bölünürlər. Esselamu aleykum və rəhmətullah.